Salam əziz şagirdlər, 6-cı sinif ingilis dili dərsliyi səhifə 110-un izahı. Reading 3, oxu 3, Around the world, dünya ətrafında. Streaming services, streaming, axın xidmətləri. Birinci tapşırıq. Look at the title and the image. Discuss the question with a partner. Başlığa və şəkilə bax, sualları yoldaşlarınızla müzakirə et. What do you think this person is doing? Nə düşünürsən, bu insan nə edir? İkinci, what type of program is he looking at? O hansı növ proqrama baxır? İkinci tapşırıq. Read the article where your ideas in exercise 1 correct. Məqaləni oxuyun. Birinci tapşırıqdakı fikirlərinizi doğru idimi? Bu suala cavab verin. Biz öncə birinci, ikinci tapşırıqları cavablandırmaq üçün məqaləni oxumalıyıq. Watch what you like when you like. Nə istəyirsən, nə vaxt istəyirsən, izlə. Netflix, HBO and other streaming services let you watch what you like when you like over the internet. Netflix, HBO və digər axın xidmətləri internet üzərindən istədiyiniz şeyi istədiyiniz vaxt izləməyə imkan verir. But what's difference between these services and regular TV? Bəs bu xidmətlərlə adi televiziya arasındakı fərq nədir? Fun community. Pərəstişkar icması. Streaming services use friends, recommendations and reviews to build a fan base on social media and fear of missing out drives many teens to watch programs. Axın xidmətləri sosial mediada pərəstişkar bazası yaratmaq üçün dostların tövsiyələrindən və rəylərindən istifadə edir. FOMO nəyisə qaçırmaq qorxusudur və bir çox gənci proqramları izləməyə sövq edir. Which subscription? Hansı abunəlik? The depends on where you are. Bu harada olmağınızdan asılıdır. Subscribe to AU streaming library and you get 100. Subscribe to a US streaming library and you get 100% contact, but subscribe to the same streaming service from, say, Peru, and you'll see 67% of the films because of exclusivity and the rights. Amerika Birləşmiş Ştatlarında Axın kitabxanasına abunə olub və 100% məzmun əldə edin. Lakin eyni xidmətə, məsələn Perudan abunə olsanız, ekskluzivlik və hüquqlar səbəbindən filmlərin 67%-ni görəcəksiniz. Find out what you can see where you are. Olduğunuz yerlərdə nələ görə biləcəyinizi öyrənin. Binge watching. Ardıcıl izləmə. Mini TV use watch a series in binges episode after episode, season after season, and they don't move from the sofa for hours. Ardı-ardı izləmə. Bir çox televiziya tamaşaçı serialları marafon şəklində saatlarla, divandan qalxmadan, epizod, mövzu izləyir. In fact, 60% of all TV viewers said they watch 2 or more episodes of a popular one after another during the week, and 29% said they finish a new season 24 hours after it comes out.
Tamaşaçıların 60% həftə ərzində bir proqramın 2 və ya daha çox epizodunu ard-arda izlədiyini, 29% isə yeni mövsümü çıxarıldıqdan 24 saat sonra bitirdiyini deyir. Spoilers. Məzmunu qabaqcadan aşkar edənlər. People want watching the same program at the same time, so it's difficult to avoid spoilers. İnsanlar eyni proqramı eyni vaxtda izləmirlər, ona görə də spoilerlərdən qaçmaq çətindir. A spoiler nowadays can be about the whole series, so be careful. There are apps to block contact on social media, or you can just ask your friends not to tell you. İndiki vaxtda bir spoiler bütün serial haqqında ola bilər, ona görə də ehtiyatlı olun. Sosial məzmunu bloklamaq üçün proqramlar var və ya sadəcə dostlarından sizə deməmələrini xahiş edə bilərsiniz. Mətni oxuduq, birinci tapşırığa qayıdaq. Birinci tapşırıqda deyilirdi ki, what do you think the person is doing? Bu insan nə edir? I think he is watching a movie on his table. Məncə o planşetində film izləyir. İkincidə, what type of program is he looking at? O hansı növ proqrama baxır? He is looking at a movie on a TV series. O filmə və ya seriala baxır. Birinci tapşırıqdakı suallara cavaba əsasən deyirik ki, bəli. Were your ideas in exercise 1 correct? Yes, they are. Bəli, yəni mənim ideyalarım bu mətnə əsasən uyğundur. Yes, they are. Read the text again and answer the questions. Mətni yenidən oxuyun və suallara cavab verin. What are streaming services? They let you watch what you like, when you like, over the internet. İkinci, why can a subscription to the same streaming service to different in different countries? Niyə eyni axın xidmətinə abunəlik müxtəlif ölkələrdə fərqli olur? Because of exclusivity and the rights. Ekskluzivlik və hüquqlar səbəbindən. Üçüncü, what is binge watching? Ardıcıl izləmə nədir? Yəni marafon izləmə nədir? It is watching episode after episode, season after season, for hours. Bu saatlarla seriya dalınca, mövsüm dalınca izləmə deməkdir. How can you avoid spoilers? Spoilerlərdən necə qorunmaq olar? Necə qaçmaq olar? You can use apps to block context or ask your friends not to tell you. Məzmunu bloklamaq üçün proqramlardan istifadə edir və ya dostlarınıza deməməsini xahiş edə bilərsiniz. Tapşırıq 4. Complete the sentences. Use the words in bold in the article. Biz cümlələri tamamlayırıq və mətndəki tün tərifliyə verilmiş sözlərdən istifadə edirik. Birinci, this is second season. I watched the first last year. It was amazing. Bu ikinci seriyadır. Birincini keçən il izləmişdim. Möhtəşəm idi. İkinci. Each episode is 55 minutes. So I can easily watch 3 this evening. Hər seriya 55 dəqiqədir. Ona görə də bu axşam asanlıqla üçüncünü izləyə bilərəm. Millions of viewers watch the film online in the first week. Bu həftə milyonlarla, yəni birinci həftədə milyonlarla izləyici filmi online izlədi. Dördüncü.
Jay's brother posted a spoiler on his blog. His friends were cross. Jade'in qardaşı spoiler paylaşdı. Onun dostları əsəbləşdi. Think, düşün. Which is better, regular TV or streaming? Əgər biz axın xidmətini daha çox bəyəniriksə belə yaza bilərik. I think streaming services are better because I can watch my favorite shows whenever I want. Also, I don't have to wait for a specific time or watch commercials. Düşünürəm ki, axın xidmətləri daha yaxşıdır, çünki sevdiyim şouları nə vaxt istəsəm baxa bilərəm. Həmçinin müəyyən bir vaxtı izləməli və ya reklamlara baxmalı deyiləm. Puzzles and Games. Tapmacalar və oyunlar. Unit 1. Birinci bölmə. Birinci tapşırıq. Find 7 places in town in the crossword. Crosswordda şəhərdə 7 yeri tapırıq. 7 yerin adını tapırıq. Skate park, supermarket, bowling valley, sinema, park, stadium, restaurant. Tapşırıq 2. Read sentences AF. Cümlələri oxu. Then use the words in bold to match building from 1 to 7. Binaları cümlələrdə sözlərə əsasən biz nömrələyəcəyik. Birinci. There is a cinema next to this Chinese restaurant. Çin restoranının yaxınlığında kinoteatr var. Sineməni yerləşdirəcəyik 6-ya. The bowling alley is between the shopping center and the cinema. Bowling oynanılan yer ticarət mərkəzi və kinoteatrın arasındadır. Biz 3-ə bowling yazacağıq B bəndi. C'də. The closest shop is next to this Chinese restaurant. Paltar mağazası Çin restoranının yanındadır. Biz paltar mağazasını 2-də qoyacağıq. C'ni buraya yerləşdirək. This shopping center is in front of the stadium. Shopping ticarət mərkəzi isə 7-də yerləşəcəkdir. D'ni buraya yerləşdiririk. There is no building on the right of the stadium. Stadionun sağında bina yoxdur. Deməli 4-də E olacaqdır. The closest shop is between a restaurant and the supermarket. Paltar mağazası restoran və supermarketin arasındadır. Biz bir də F-ni yerləşdirəcəyik. Look at the images and complete the crossword. What is the secret food word? Biz şəkillərə baxırıq və crosswordu tamamlayırıq. Hansı gizli söz varsa bu crosswordda onu tapırıq. Birinci, carrot, kök, chicken,
Rice, düyü. Beans, lobya. 5. Fish, balıq. 6. Pineapple. 'Gizli sözümüz ise pendir, cheese alınacaktır. 4. tapşırıq. Look at sentences and complete the code in the 4. tapşırıq. Look at sentences A and B and complete the code in the table. Then write sentences A, G using the code and answer the question. Biz cümlələri A ve B, yəni burada A ve B'de göstərilən hərfləri həmin boş 1-dən 19-a qədər hərf siyahısı olan hissədə boş yerlərə yerləşdiririk. Yəni 6-da A yazırıq. 2-də E, 8 T, 6-da H. Hit, fork, çəngəl, götür, mix, Z, X, add, salt, cut, onion, Friday, onion, add, the X, fry, the X and the onion. What are the instructions for? Neyi hazırladık? Bu neyin deməli hazırlama qaydasıydı? Əlbəttə ki omelette. Yəni omlet hazırlandı. Əziz şagirdlər, 112-ci səhifədəki unit 3, 3-cü bölməni izah edirəm. 1-ci tapşırıq, use the code to write the words. Kodlaşdırılmış sözlər əsasındakı simvollarla biz burada boş yerləri dolduracaq. Məsəl üçün beach yazılıb birincidə, çimərlik. Mən yazacağım, digərlərini isə siz asanlıqla tapa biləcəksiniz. Məsələn, mavi üçbucaq H ilə başlayır. Mən yazıram. H, I, S, Torik, historik. Burada oldu tarihi. İndiki cevabımız ne? Century. Tarihi yer. Historic center. Tarihi yer alındı. İkincide müzem alınacaqdır. Növbətiləri də siz özünüz yaza bilərsiniz. Mən deyirəm amusement park, bir də campingdir. Siz özünüz mənim dediyim sözlər əsasında və yaxud da istəsəniz özünüz tapa bilərsiniz. İkinci tapşırıq, use the words with the same color. Put the words in order and add on or
the to me questions. Biz buradaki renklerin eyni olan renkleri götürürük ve həmin renklerin içerisinde yazılmış sözlere prepositionlar əlavə edirik, article əlavə edirik ve onlardan sual cümlesi yaradırıq. Birinci sual cümlesi belədir. Was there a swimming pool at the hotel? Otelde mehmanxanada üzmə havuzu vardır. İkincini belə yazacağıq. Were there two guides at the night safari? Gecə səfərdə iki bələdçi var idimi? Were there two restaurants at the hotel? Otelde iki restoran var idi. Dördüncü. Was kayak or fishing on the river? Çayın üzərində xizək sürmə və yaxud balıq sürmə. Çayın üzərində balıq ovlama və yaxud xizək sürmə var idi mi? Belə bir sual cümlələri yazacağıq. Dördüncü tapşırıq. Cross out the words for each question in the diagram and write the words. Then answer questions. Biz burada gösterilen həmin bu sözləri cümlelerdeki boş yerlere yazacağıq. A. Two types of fruit. İki meyve adı orange. Diğer ise pineapple olacak. B'de three building. Burada sinema, hotel ve müziğim. Üçüncüde biz giyin üçün paltarları, ceket, hat, trainers giydirəcək. Dördüncüdə D'de 3 erzak adı. Bu erzak adlarını burada yumurlayacağım ve o dördüncüye onu yazarsınız. Beans, cheese ve chicken. Bunu üçüncüde qeyd İki deməli orada olmayan ve ağzımızı açarak ettiğimiz hareketler shout, laugh. Qışqırmaq və gülmək. Hansı söz, neçə söz orada boş qaldı, yəni buralara uyğun gəlmədi, bir sözdür. İndi bir söz və alınan cümlə isə I remember my homework. Tapşırıq 4. Complete the text with the past simple of the regular verbs. Then write the answer. Biz fiilləri keçmiş sadə zamanda yazacağıq. Birinci, Daniel read this puzzle. Burada read olacak, read. Okunuşu dəyişəcək, lakin yazılışı olduğu kimi qalacaq. Daniel read this puzzle yesterday, but he couldn't find the answer. Can you help him? Daniel bu puzzle dünən oxudu, lakin cavabını tapa bilmədi. Sən ona kömək edə bilərsən. A man and his son, kişi və onun oğlu. B'nin keçmiş zamanı V olacaktır. In their car when they had
when they had accident. Onlar deməli maşında olarkən hadisə baş verdi. An ambulance took, geçmiş zamanda took'a çevrilecektir. Took the boy to hospital. Təcili yardım maşını oğlanı xəstəxanaya apardı. They went, go keçmişdə went olur. They went go əvəzinə went. They went very fast. Onlar çox sürətlə gedirdi. But when the ambulance arrived, the doctor, lakin ambulans çatanda həkim həkim oğlanı gördü. The young boy and said və dedi. And said, I can't operate. Mən ona əməliyyat edə bilmərəm. He's my son. O mənim oğlumdur. Who is that possible? Answer, the doctor was his mother. Həkim onun anası idi. Səhifə 113-ün izahı Unit 5 bölmə 3. Birinci tapşırıq. Use the code to find the first and the last letters of the means of transport. Then write the words 1-6. Deməli, biz bu kodlaşdırılmış sözlərdən, hərflərdən istifadə edərək həmin göstərilən çərçivə əsasında boş yerlərdə sözlər düzəldəcək, nəqliyyat vasitələrinin adlarını və orada yazacaq. Öncə baxaq. B1 F E5 Y olur ferry. D4 D3 scooter. A2 D5 bird. Bu ilə T vardır. E1 A4 bileşende underground. C3 A5 ise bileşende C3 E5 olursa birleşirse olur motorbike. Şimdi burada qeyd edək. Birinci F scooter. Burada B bir de tın yazacak. Baft. D underground. Underground. İkinci tapşırıq. Put the words in the same color in order to make questions from 1 to 4. Then answer the questions for you. Eyni rəngdə olan sözləri birləşdirib, keçmiş zamanda suallar düzəldib cavablandıracaq. Birinci. Did you go to swimming pool last weekend? Sən keçən həftə üzgüçülük havuzuna getdin. Yes, I did. Bəli. Did it rain on Monday? Bazar ertəsi yağış yağırdı. Yes, it did. Did you watch TV last night? Keçən gecə sən kinoya baxdın, televizora baxdın. Yes, I did or no, I didn't. Did you walk to school last week? Yes, I did. Sən keçən həftə məktəbə
piyada getdin? Bəli. Unit 6, 6-cı bölmə, 3-cü tapşırıq. Complete the crossword with the correct personality adjective to describe each person. What's the secret word? Biz insana məxsus olan keyfiyyətləri burada yerləşdirəcək. Brave, cəsur. This person isn't scared. Bu insan qorxmur, yəni cəsurdur. İkinci, this person is intelligent. Bu insan ağıllıdır, clever. Qeyd edək. This person does good things for other people. Bu insan başqaları üçün yaxşı iş görür, kind. This person has big muscles. Bu insanın çox güclüdür, strong. This person makes you laugh. Bu insan səni güldürür, əyləncəlidir, funny. The secret word is, gizli söz isə serious, ciddi. Dördüncü tapşırıq. Look at the photos from 11 a.m. last Sunday. What were those people doing? Read sentences from 1 to 6 and write the names in your notebook. Keçən bazar saat 11-də olan şəkili təsvir edirlər və onlar nə edir? Biz cümlələri oxuyuruq, sonra isə şəkildəki hərflərlə birləşdiririk. Sam wasn't helping his mother. Sam anasına kömək etmir. İkinci, Maria was in the kitchen but she wasn't cooking. Maria mətbəxdədir, lakin o yemək pişirmir. Üçüncü, Victor wasn't cooking. His dad was listening to music. Victor yemək pişirmir və onun atası musiqiyə qulaq asır. Dördüncü, Gobi was helping her brother. Gobi qardaşına kömək edir. Beşinci, Isabella and her mom were dancing. Isabella və onun anası rəqs edir. Altıncı, Mark wasn't listening to music. Mark musiqiyə qulaq asmır. Deməli, birinciyə əsasən onu deyə bilərik ki, birincini fu ilə uyğunlaşdırırıq. İkinci, Maria mətbəxdədir, lakin o yemək pişirmir. İkincini B ilə uyğunlaşdırırıq. Victor wasn't cooking. Victor yemək pişirmir və musiqiyə qulaq asır. E ilə uyğunlaşdırırıq. Gabini C şəkildəki C ilə uyğunlaşdırırıq. Isabella A ilə uyğunlaşır. Mark da D ilə uyğunlaşır. Deməli, A Isabella, B Maria, C Gabi, D Mark, I Victor, F C. Növbəti səhifə 114-ün izahı. Unit 7. 7-ci bölmə. 1-ci tapşırıq. Add vowels to the letters to make the infinitive of words relative to innovation. Then complete the sentences with the correct past simple form. Mötərizədəki sözlərə düzgün saatləri əlavə edirik və cümlələri keçmiş sadə zaman formasında tamamlayırıq. In 1774, William Herschel built a big telescope. 1774-cü ildə William böyük bir teleskop yaratdı. He used the telescope to look at stars and the planets. O teleskopdan ulduzları və planetlərə baxmaq üçün istifadə edirdi. In 1781, he discovered the planet Uranus and became
famous. 1781-ci ildə o Uran planetini kəşf etdi və məşhur oldu. Later he started making telescopes. Sonralar da o teleskop yaratmağa başladı. İkinci tapşırıq. Read sentences A, B, tick the information in the table and the complete sentences from 1 to 3. Cümlələri oxuyuruq və onları cədvələ əsasən düzgün formada yerləşdiririk. Hansı cədvəldə uyğun gələrsə oranı işarələyirik. A. Rickwell was working inside. Rickwell içəridə işləyir. Camilla was outside when it started to rain. Camilla yağış yağanda çöldə idi. Camilla outside the clothing shop. Helen wasn't outside the clothes shop when it started to rain. Helen yağış başlayanda mağazadan çöldə değildi. This person was waiting for a bus outside the clothes shop. Bu insan mağazanın qarşısında, paltar mağazasının qarşısında avtobus gözləyirdi. This person was having lunch in a cafe in a shop. Həmin şəxs mağazada, kafedə qəlyanaltı edirdi. This person was in the teacher's lounge. Bu şəxs müəllimlər kabinetindəydi, müəllimlər otağındaydı. Working at school. Camilla was waiting a bus. Helen eating sandwich in the shopping center. It started to rain while Rickwell was working. Rickwell işləyərkən yağış yağdı. Camilla was outside when it started to rain. Camilla yağış yağanda çöldəydi. It was raining while Helen was having lunch. Helen qəlyanaltı edərkən yağış yağırdı. 8-ci bölmə. 3-cü tapşırıq. Find 10 words about nature. Təbiət haqqında 10 sözü tap. Sea, dəniz. Sea, dəniz. Hill, təpə. Ocean, okean. Lake, göl. Village, kənd. Flowers, gül. Grass, ot. Tree, ağac. Tapşırıq 4. Dan and his friends like to do different activities at the weekend. Dan və onun dostları həftə sonları müxtəlif fəaliyyətlərlə məşğul olmağı xoşlayır. Read sentences A, F and tick the information in the table. A-dan F-yə qədər olan cümlələri oxuyuruq və cədvəldə işarələyirik. Then complete sentences from 1 to 3 about last weekend. Sonra isə 1-dən 3-ə qədər olan cümlələri keçən həftəyə əsasən tamamlayırıq. Garden, bağ. Lake, göl. Beach, çimərlik. Dan, Nahan and Elena. A. Elena loves to read outside. Elena çöldə oxumağı sevir. Dan didn't take his dog to the lake. Dan itini gölə aparmır. Noah likes to swim. Noah üzməyi sevir. Dan loves to run with his dog near water. Dan
iti ilə suyun yanında qaçmağı sevir. Gölə getməyibsə, suyun yanında qaçırsa, burada çimərlik olacaqdır. Beach. Elena likes to look at birds and the flowers. Yelena quşlara və güllərə baxmağı xoşlayır və o çöldə oxuyur. Deməli, Yelena qadından uyğun gələcək. Bağlan. Nohan didn't go to the beach. Nohan çimərliyə getmir. Deməli, o gölə gedir. Lake. Dan went to the beach. Went to the garden. Went to the lake. Dan çimərliyə getdi. Yelena bağa getdi. Nohan isə gölə getdi.